Qabiliyyət imtahanlarının qrafiki haqqında 21 iyun, yəni bugünkü tarixə olan məlumatı paylaşıram. 20 iyun tarixində idman istiqaməti üzrə bakalavr təhsil səviyyəsində 62-ci komissiya üzrə artıq imtahan keçirilmişdir. Həmçinin təsviri sənəd istiqaməti üzrə də qabiliyyət dünən artıq keçirilmişdir. Bugün isə idman üzrə yenə bakalavr 62-ci ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi, kütləvi sağlamlaşdırıcı idman komissiyası üzrə imtahan təşkil olunmuşdur. Həmçinin təsviri sənəd istiqaməti üzrə də imtahanlar təşkil olunmuşdur. Sabah isə artıq dizayn komissiyası istiqaməti üzrə imtahan təşkil olunacaq. Həmçinin magistratura təhsil səviyyəsində də teatr, kino və xoreografiya sənəti istiqaməti üzrə imtahan təşkil olunacaq. Ayın 23-ü idman istiqaməti üzrə 63-cü komissiyada fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimi, ümumi fiziki hazırlıq, həmçinin 62-ci komissiya üzrə eyni imtahan təşkil olunacaq. Qabiliyyət imtahanları gördüyünüz kimi 24-də idman istiqaməti üzrə yenə 63-cü komissiya üzrə təşkil olunacaq. 24-ü xoreografiya sənəti, yenə dizayn, fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi, təsviri sənəd. 25-də isə 62-ci komissiya üzrə yenə ümumi fiziki hazırlıq. 25-i fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimi. Sonra davam edirik. 26-sı yenə 63-cü komissiya üzrə imtahan təşkil olunacaq. 26-sı magistratura təhsil səviyyəsi üzrə musiqi 68-ci komissiya üzrə. 27-si idman istiqamətində 62-ci komissiya, 27 yenə 63-cü komissiya. Artıq burada yenə ümumi fiziki hazırlıqdır. 27-si ifaçılıq, xoreografiya sənəti üzrə, 27-si dizayn, 27-si yenə ümumi fiziki hazırlıq, təsviri sənət adra nəznində. Ayın 27-si, 28-i yenə 62 və 63-cü komissiyalar, ümumi fiziki hazırlıq, 28-i kompozisiya və improvizasiya, dizayn və gördüyünüz istiqamətlər üzrə artıq ayın 30-unda isə idman istiqamətinin məşqçilik, boks, judo, karate, sambo, güləş üzrə imtahanlar Tovuz, İsmayıllı regionlarında, şəhərlərində təşkil olunacaq. Yenə iyulun 1-də ümumi fiziki hazırlıq, iyulun 1-də xoreografiya, iyulun 1-də fortepiano, orkestr alətləri qabiliyyət imtahanları təşkil olunacaqdır. Əsas yenə qeyd eləyək maraqlananlar üçün Bakı üzrə ən çox məşqçilik üzrə hazırlaşanlar suallar verirlər. Deməli, idman istiqamətində 9 illik kollec, ümumi fiziki hazırlıq, sonra gördüyünüz bax burada bütün qabiliyyət imtahanları öz əksini tapmışdır. Hazırki məlumata uyğun olan deməli paylaşılır. Yenə də bu paylaşdığım cədvəlin linkini aşağıda açıqlamada yerləşdirəcəm. İstəyənlər girib baxa bilərlər.